Necə ola bilər ki, sizə hər kateqoriyada, hər yaş dövründə və hər iki cinsin nümayəndələri müraciət eləyə bilər? Bu bizdə çox da müşahidə olunmur. Bizdə digər terapistlərdə müraciət eləyənlərin yaşları bölünür. Kateqoriyalar mütləq ki, əksəriyyəti xanımlar olur. Amma sizdə bu belə deyil. Burada yəni hər kütləyə necə ithaf eləyə bilmisiniz? Mənə o maraqlıdır ki, yəni hər kəs şəfasını götürə bilər. Necə oldu bu? Bəli, kişilər, qadınlar, yaşlı Fərq insanlar, etmir yəni. gənclər, yeniyetmələr, hər kəs qoşulur seansa. Yəni vəzifəyə qədər belə, yəni Bəli. həqiqətən fəaliyyəsindən tutmuş, deyim ki, yüksək dövlət rütbəli şəxslərə qədər mən bilirəm ki, müraciətlər var. Bəli. Sirri Buradakı nədir? nüans odur ki, o atalar deməli deyirlər, uşaqdan uşaqdır, böyüklə böyükdür. Burada insanları məncə ən önəmli şey bir qarşındakı insanı anlama dərəcəsidir. Yəni bu necə olur? Bunun üçün bir şəfaciyə lazım olan proseslər lazımdır. Bir hökmsüzlükdür. Mən əsla hökm vermirəm. Aydındır. Hökm deyəndə? Hökmsüzlük nədir? Deyək siz Muradı dinləyirsiniz və Murad danışa-danışa öz zehnində hökm verirsən. Murad belə biridir, yaxşı oğlandır, pis oğlandır, varlıdır, kasıbdır. Mən hökm vermirəm qətiyyən. Çünki qarşı tərəfin şuur altını ortaya açmayana qədər hökm vermək mənasızdır. Bu illüziya olacaq, ortada olan illüziya. Bir hökmsüzlükdür. 2, qarşı tərəfi dinləyəndə ən önəmli şey onun danışdıqları deyil. Onun danışdıqlarındakı səbəblərdir. Onu nə vadar elədi ki, bu cinayətkar oldu? Bunu nə vadar elədi ki, bu boşanır? O boşanmadan danışır və yoldaşının ona pis davranmasından. O onu danışanda mən düşünürəm ki, görən uşaqlıqda nə danışırdı ki, nə oldu ki, bu oğlanı tapdı, bu qız. Bununla evləndi. Yəni o ayrı bir şey danışır. Mən əslində onun səbəbini axtarım o anda və hökmsüz şəkildə. 3-cü yargılamamaqdır. Yəni qarşımdakı insanı yönləndirmə və yargılama yoxdur. Niyə? Çünki bir insanı yönləndirmək onun azad iradəsinə və kader xəttinə toxunmaqdır da. Bu da karma yarada bilər. Çox maraqlı yanaşmadır. Siz yönləndirmə eləmirsiniz. Yönləndirmə- Bunu burada belə elə Yoxdur. Ona sadəcə seçimlər sunulur. Həyatda xoşbəxt olmağı seçirsən ya bədbəxt. O seçimlərə uyğun öz trayektoriyasını çizir o anda. Nəyi seçəcəyinə doğru. Yəni biri gəlir və boşanmağı istəyirsə, ilk öncə bəzi insanlar onu yönləndirir. Boşan və ya boşanma. Boşanma. Buradakı fərq odur ki, mən ona izah eləyirəm ki, sən niyə boşanmaq istəyirsən? Normalda o gəlmişdi mənə izah eləsin. Amma mən özüm ona izah eləyirəm ki, sən bu səbəbdən boşanırsan. Əslində O da deyir ki, kökə gedirsiniz də, kökə kök gedir. inancına. O da deyir, mən düşünürdüm ki, insanlar məni heç anlamır. Siz məni anlamaqdan əlavə bir də tamamladınız. Tapdınız ki, bu niyə olub? Onu izah edirəm ki, bax uşaqlıqda yaşadığım bu faktlara əsasən səndə bu problem var. Amma toplananın yerini dəyişəndə cəm dəyişmir. Yəni Hüseyndən boşansan, gedib Zauru tapsan, misal, eyni döngünü yaşayasan, biz səni düzəltmədən bu proses olmayacaq. Yəni ona başa salıram ki, azadlıq, xoşbəxtlik, bədbəxtlik, zülm, gözəl bir həyat və ya pis bir həyat, bu hamısı burdadır. Bu burada deyil, Matrixdə deyil, öz zehnindədir. Zehin dəyişməyənə qədər heç nə dəyişmir. Ona zehnini dəyişdirirəm. Yəni özüm eləyirəm bunu. O heç bir əziyyət çəkmir orada. Ondan sonra artıq zehindəki o buludlar çəkilir, günəş doğur və səlis məntiqlə qərar verir. Seansa gələnlərə adətən ikinci nüans olaraq onların duyğularını söndürürəm. Bir dəfə də demişdim bunu. Niyə? Duyğusal qərar verəndə doğru qərar verməyəcək. O anki hisslər və duyğularla hökm verəcəkdir. Adi bir gəmiciləri düşünün. Gəmidə işləyən bir şəxs, fərqi yoxdur, istər mühəndis, istər kapitan, istər fəhlə. O quru torpağa ayaq basandan bir müddət sonra, yəni psixoloji testdən keçməyənə qədər onun elədiyi şikayətlər, onun elədiyi heç nə real sayılmır. Məhkəmə bunu əsaslandırmır. Niyə? Çünki o hələ də gəminin təsirindədir. Gözləyirlər biraz vaxt keçsin, psixiatr testindən keçir, həqiqətən psixologiyası sağlamdırsa, sonra onun şikayətini nəzərə alırlar. Yoxsa gəmidən düşən hamı şikayətlənəcək, 3 ay orada qalmısan. Aydındır. Və bu, fərzlə biri 10 il münasibət yaşayır. Bunu bir gəmiyə bənzətsən və 10 ildə eyni yerdə işləyir. 10 ildə eyni döngünü yaşayır. Bu bir gəmidir də. Bu limana ayaq qoyan kimi hələ də o ürək bulanması, hələ də o ağır gecələr, o fırtınaların təsirindədir.
Onu biraz durultmaq lazımdır. Durultmaq üçün ona bağışlanma seansı edirik, keçmişi buraxır, təslimiyyətə gəlir, emosiyaları söndürür, ondan sonra net qərar verir. Mən istəyirəm ya yox.